Sabahınız xeyir olsun Avtobazar Göyçay YouTube kanalının ve Avtobazar Göyçay TikTok sayfasının değerli hörmətli izləyiciləri. Mən Sehran, sizlərin hər birinizi salamlayıram Göyçay maşın bazarından. Bu günlərim deməli 25 iyul 2026-cı ildir, həftənin 6-cı gündür və bu deməkdir ki, hər həftə olduğu kimi bu həftə də Göyçay maşın bazarı sizlər üçün fəaliyyətini davam elətdirir. Bildiyiniz kimi Göyçay maşın bazarı hər həftənin 6-cı günü fəaliyyət göstərir. Satmaq istədiyiniz maşın və ya arzusunda olduğunuz avtomobilə Göyçay maşın bazarında yəni həm maşınınızı sata bilərsiniz, həm də istədiyiniz maşını buradan ala bilərsiniz. Gəlmişəm Göyçay maşın bazarının önündəyəm. İlk öncə sizlərə ön tərəfdən çəkiş eləyəcəm. Daha sonra çəkişimizə davam eləyəcəyik. İnşallah ki izləmədə qalın. Göyçay maşın bazarının önündəyik. Maşın bazarının önündə gördüyünüz avtomobillər, maşın almağa gələnlər, Göyçay maşın bazarı haqqında yəni maraqlanmağa gələnlər yavaş-yavaş maşın bazarına doğru ilerləyirik. Burada isə bizim elanımız var. Göyçay avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. 050 51 627 46 83 nömrələrinə zəng vuraraq xatırladaq ki, maşın bazarının rəhbərliyi Seymur müəllimin nömrələridir. Həm zəng vura bilərsiniz, həm də WhatsAppda məlumat ala bilərsiniz. Belə deyək, Göyçay maşın bazarı haqqında, həmçinin də 055 628 1136 nömrəsinin WhatsAppına da yazaraq Göyçay maşın bazarı haqqında daha ətraflı geniş məlumat ala bilərsiniz. Burada maşın bazarımızda olan maşınlarımız 06'larımız 09, Infiniti, Mercedes, Opel, Chevrolet Cruze 04, Priora'lar, gördüğünüz kimi 011'imiz var orada. Və bir şey də nəzərinizə çatdırım ki, inşallah gələn həftədən etibarən Göyçay maşın bazarında gecə bazarı fəaliyyətə başlayır. Bəli, əlim yandıda olan avtomobilləri Göyçay maşın bazarına, gecə bazarına gətirərək sata bilərsiniz. Bir də görürsünüz kiməsə təcili pul lazım olur və maşınını satmaq istəyir, çox təcili satmaq istəyir. İnşallah Göyçayın maşın bazarında, gecə bazarını fəaliyyətə başlayacaq və o gecə bazarında həm maşınınızı sata bilərsiniz, həm də istədiyiniz maşına da sahib ola bilərsiniz. Mən də ya Allah, bismillah eləyib işimə başlayıram. Allah hər birimizin işinə avand eləsin. Allah hər birimizə güc qüvvət versin inşallah ki, izləmədə qalaq. Həm TikTok səhifəsi, bildiyiniz kimi Göyçay maşın bazarının TikTok səhifəsi də mövcuddur. TikTok səhifəsində də yəni maşınlara baxa bilərsiniz, videoları bəyənə bilərsiniz. Xatırladım ki, 3 dənə video bəyənə bilərsiniz. Yəni arda-arda 3 video bəyənə bilərsiniz. 3-dən artıq bəyənəndə səhifə spama düşür. Həmçinin YouTube kanalında da gördüyünüz kimi paylaşımlar eləyirəm və YouTube kanalında da videoları bəyənə bilərsiniz, komment yaza bilərsiniz, dostlarınızla, tanışlarınızla paylaşa bilərsiniz. Ya Allah, bismillah eləyirəm, işimə başlayıram. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 06 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Vaz 2506 markalı avtomobilin çəkişini eləyəcəm, amma maşın sahibindən qısa bir məlumat alacağıq. Yanımızda salam aleyküm əmi, sabahınız xeyir olsun, bazar olsun. Çox sağ olun. Məlumat alaq zəhmət olmasa. 81-dir. Aha, 1981-dir. 1981-ci ildir qardaş. Aha, motoru 011-dir. Motor 03. 03'lü, karobka 4'dü 5. Karabka 4. 4'dü. Motorda yağ yeməyi. Yoxdur. Karobkada atmağı. Heç bir şey. Difirində səsi. Yox. Yoxdur. Lavaskoy maşın. Periodok sistemi, xadavoy sistemi. Hamısı əla Bir vəziyyət. dənə yüngül kosmetik şey ehtiyacı Bəli, var. bəli. Qiyməti nədir? Qiyməti 4000. 4000'ə deyirsiniz, Bəli. yoxsa sonu 4000? Yox, deyirik. Deyirsiniz. Yəqin ki, razılaşma olacaq. Bəli, bəli. Telefon nömrəsini eşidək. 050 Aha. 604 27 26. 050 604 27 26 adınız? Ramil. Ramil əmmimiz. Maşına harda baxmaq olar? Göyçay rayonu Yalman kəndi. Göyçay rayonunun Yalmança və Göyçay ərazisi. Bəli, bəli. Hansısa yəni bu günlərimdə maşın bazarında olur bildiyiniz kimi. Hansısa maşınla barterə gedərsiniz Ramiləm, yoxsa play ehtiyacı var. Ramiləmdən məlumatları aldıq və biz təkrarlayaq 81-ci ilin istehsalıdır. Maşının sahibinin verdiyi məlumata görə motor, karobka, xadavoy sistemi difirində yəni problemi yoxdur. Difirdə səs yox, motor yağ yemir, karobka atmır.
Bazar qiyməti bugünkü günə olan bazar qiyməti 4000 start qiymətlə çıxıb bazara. Zabatçıqoy maşın sahibi qeyd edir ki, zabot maşındır. Yəni dəyişəni vurğu darı olmayan bir maşındır. Salona nəzər yetiririk. Baxırıq. Salon normal vəziyyətdədir. Yüngül kosmetik işə ehtiyacı var. Amma istəyən şəxs bu vəziyyətdə də idarə edə bilər. Necə ki, maşın sahibi bu vəziyyətdə idarə eləyir. Mühərrik yerini qaldırmamışdım, üzr istəyirəm. Və bu da maşınımızın mühərrik yeri. 0.3 motordur, yağ yeməyi falan yoxdur, akkumulatoru normal. Belə çəkdim, göstərdim. Maşın sahibi ramilərimizdə məlumatları qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. 66 seriyadır. Yevlax əhalisinə də buradan atəşli salamlar. YouTube izləyiciləri, TikTok səhifəmi izləyiciləri, növbəti Vaz 2106 markalı avtomobilin çəkişini eləyəcəm. Maşın sahibi yanımızdadır. Salam aleyküm qardaş. Sabahınız xeyir olsun. Məlumat alaq zəhmət olmasın. İl neçənci il? 87 il. 1987-ci il. Motorun 11-dir. Bəli. Korobka 4-dür. Bəli. Motor yağ yeyir. Yox. Korobka atır. Yox. Difrində səsi Yox. yoxdur. Belə kosmetik işə ehtiyacı var. Qiymət nədir? 2000. 2000 sondur yoxsa Razılaşma. cüzi bir endirim eləmək olar? Telefon nömrə eşdək. 050 Aha. 628 08 66. 050 628 08 66. Adı Ekipaj. Əkbər. Maşına göyçədə baxmaq mümkündür. Bəli. Hansısa maşınla barter gedər yoxsa nağd pula ehtiyac? Nağd pula ehtiyac var. Maşın ha? Malik. Hə, yəni təcili nağd pula ehtiyac var. Maşın sahibindən məlumat aldıq. Əkbər qardaşdan məlumatları təzədən qeyd eləyə. İli 87-dir. Motor 011 yağ yemir. Korobka 460. Difirdə səsi yoxdur. Kosmetik işə ehtiyacı var. 2000 start qiymətdir. Real alıcıya endirim olunacaq. İndi cüzi endirim, yaxşı endirim, ona artıq maşın sahibi Əkbər qardaşla yəni maşına baxdıqdan sonra danışmaq mümkün olacaq. Bu günlərim yəni belə deyə iPhone qiymətinə bir maşındır. Yəni iPhone bilirsiniz də, yəni elə ucuzu 2000-dir iPhone-un. Stəkan yerlərinə baxırıq. Baxın belə vəziyyətdə stəkan yerləri. Gəldik maşının sürücü tərəfdən salonuna və aha, motoru yeni yığılıb. Əkbər qardaş qeyd edir ki, motoru yeni yığılıb, heç bir problemi yoxdur. Belə çəkdim, göstərdim. Həm Əkbər qardaş məlumatları qeyd elədi, həm də mən təkrarladım. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. 006 haqqında 23 seriya Göyçay əhalimizə buradan atəşli saat. YouTube izləyiciləri, TikTok səhifəmi izləyiciləri. Mənə deyirdiniz 09 Bu videoya özünə ideal 09 alıb sürmək istəyən izləyicilərimiz diqqətlə baxsınlar. Göyçay maşın bazarında qara rəngdə ideal vəziyyətdə bir dənə 09 çəkib göstərəcəm sizə. Amma maşın sahibindən qısa bir məlumat alacağıq, daha sonra çəkişə başlayacağıq. Salam aleyküm qardaş. Sabahınız xeyir olsun. Allah bazar yetirsin. Məlumat alaq zəhmət olmasın. İli 87-də 2011-in kozası qoyulub, 014-ün kozası. Ay maşallah. İli 2011-in 014-ün kozasıdır. aha. Sənəddə də qeyd olunub. Qeyd Bütün olunub. band nömrəsi zadı hamısı yazılıb. 015 motordur, bez nömrədə sənəddə qeyd olunub. Aha. Flora korobkası ilə. Aha. Benson patpresindəki göz qabağında. Ha, Görünüş bəs. süzgüləri ilə. Yəni özün üçün yığdırmısan, Bəli, bəli. indi pula ehtiyac olduğun üçün satırsan. Qiyməti nədir? Biz 5400-ə deyirik, amma real alıcı olsa razılaşacağıq. 5400-ə deyirsiniz, real alıcı alıcı olsa razılaşacağıq. Telefon nömrəsidir. 099 800 94 04. 099 894 04. Adım Abbas. Abbas Göyçayda baxmaq Bəli, mümkündür. Göyçaylı. Abbas Yox, İsmaildə, ən İsmail- çox İsmaildə ən olur. çox İsmaillidə olur. İsmaillidə baxmaq mümkündür. Abbas hansısa maşınla barterə gedərsən yoxsa nağd pula ehtiyacın? Yox, satışa çıxartmışıq. Satışa, nağd pula ehtiyac var. Deməli Abbas qardaşdan məlumat aldıq. Maşının çox özəlliyi var həqiqətən. İli 87-dir. İli köhnə ola bilər, amma 2011-in dedim də. Aha, 2011-in 014-ünün kuzası qoyulub maşına. Sənəddə də qeyd olunub. Bir dənə yəni ilə 87-dir. Amma maşının çox özəlliyi var. Priora korobkadır, 015 motordur, S güzgüləri. Yəni Abbas qardaş istəyinə uyğun olaraq maşını yığdırıb. Salondakı əla vəziyyətləri, yəni salona həqiqətən söz yoxdur.
Bu günlərin maşın sahibi öz istəyinə uyğun olaraq maşını ön şələr podyomlikdir, xatırladaq. Bax, qapı deyə bilərsiniz örtülmür, rezinləri ola bilsin təzə dəyişilib, ona görə örtülmür. Baxırıq. Aha, baxırıq, baxın belə vəziyyətdə. Buranı bir yüngül belə qaldırıb. Aha, bu yükdəki heç də. O yükdəki heç də olmalıdır. Qəşəng belə rolu fərqli roldur. Mono ayaqaltılardır, Euro şitdir. S-güzgülərdir öz yerində. Aha, qatdan işlək vəziyyətdədir də, işlək vəziyyət. Motor da ki, Priora motorudur. Görürsünüz, yəni ideal vəziyyətdədir. Belə. Rul bəli, qalxıb düşəndir. Aha. Başa düşdüm. Yəni çox belə xərc qoyub. Start qiymət 5400. Real alıcı endirim olunacaq. Abbas nömrə üstündə qalır. Nömrə də üstündə qalacaq. Hədiyyə olunacaq. Əgər sizə də bütün Tex Motor sığortası, sənədləri hamısı qaydasında Tex Motor sığorta yeni olunub. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibi Abbas qardaş nömrə qeyd elədi. O nömrə ilə zəng vuraraq bu 09 haqqında daha ətraflı və geniş məlumat ala bilərsin. YouTube izləyiciləri 06 həvəskarları növbəti 06-nın çəkisini eləyəcəm, məlumatları özüm qeyd eləyəcəm. Maşınımız 2005-ci il istehsaldır. Motor 06, korobka 4. Motor yağ yemir, korobka atmır, difirində səsi yoxdur. Üstü başı yəni təmizdir, kosmetik şey ehtiyacı yoxdur. Deməli maşının bugünkü bazar qiyməti 5000 manatdır. Amma bir şey də var ki, kreditlə mümkündür. 2500 manat ilkin ödənişlə maşını kreditlə də əldə etmək mümkündür. Maşın sahibinin nömrəsini qeyd eləyəcəm sizlərə. Bir dəqiqə üzr istəyirəm. Telefonumda baxım, artıq maşına da baxanlarımız var. Deməli, maşın sahibinin telefon nömrəsi 0 50 420 3909. Maşın sahibinin adı Kənan əmmimizdir. Maşına Ucar Göyçay ərazisində baxmaq mümkündür. Maşının salonu səliqəlidir. Gördüyünüz kimi yük yerinə gəldik, nəzər yetirək. Stəkan yeri gördüyünüz kimi baxın belə vəziyyətdədir. Yük yeri belə vəziyyətdədir. Bir daha qeyd eləyirəm. 2005 motor 06, korobka 4. Difirdə səs yox, motor yağ yemir. Korobka atmır. 5000 start qiymət. Real alıcıya endirim olunacaq, amma kreditlə də mümkündür. Kreditlə də mümkündür maşınımızın satışı. Baxırıq. Belə 2500 ilkin ödənişlə bu maşını kreditlə də əldə etmək mümkündür. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin telefon nömrəsini qeyd elədim. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. 57 seriyadır Şəmkir əhalisine buradan atəşdir. Sağ olun. YouTube izləyiciləri 04 həvəskarları. Mən kommentlərdə deyirsiniz 04 çək, 04 çək. Sizlər üçün Göyçay maşın bazarında albalı rəngində Vaz 2104 markalı avtomobilin çəkisini eləyəcəm. Qısa bir məlumatı ağsaqqalımızdan alacağım. Salam əleykum ağsaqqal, sabahınız xeyir olsun. Qısa bir məlumat ala. İl neçənci ildir? 2008-dir. Motor, korobka, difirində səsi falan Hiçbir şey yok. yoxdur. Sürgü, Gələndə ustası ilə gəlsin. sigortası, teknik motor, Hamısı yeni, təzə təzə. keçmişəm. Bir həftədə sağın dəyişmişəm. Aha. Təzə təkər dişisi. Sadəcə o yaxşı insan otur sürgü. Aha. Və pula ehtiyac olduğunuz üçün satırsınız. Qiyməti nədir? Taran 8'e. Qutarları 8000 manata. Telefon nömrəsi işlək. 051 Aha. 753 1593 050 51 51 051 753 15 1593. Adınız? Davud. Davud dayımız. Maşına Göyçayda baxmaq mümkündür? Bəli. Göyçay ərazisi. Hansısa maşınla Davud dayı barter eləyərsən? Yox. Nağd pula ehtiyac Nə? ehtiyac var. Davud ağsaqqalımızdan, dayımızdan məlumat aldıq. 2008 motor, korobka, xadavo istəmə ala, Tex Motor sığorta yeni. Motorun yağı yeni dəyişilib. 4 təzə təkər. Maşın problemsiz maşındır. Son qiyməti Davud dayı 8000 manat dedi. Real alıcı indi daha endirim olunacaq. Olunmayacaq. Onu Davud dayımızla gəlib özünüz danışa bilərsiniz. Maşının kosmetik şey ehtiyacı yoxdur. Baxırıq. Davud dayı banın üstündə verirsən yoxsa?
Yəni üstündə verəcək. Banı da üstündə verəcək. Onu da. Yəni deyil, lazım olsa bir ehtiyat, yəni ban da var evdə, onu da üstündə verə bilərəm. Ön şələ podyomnikdir. Maşının salonu yaxşı vəziyyətdədir. Baxırıq. Aha, 2 dənə ön şüşə podyomnikdir, avtomatik qalxıb enir. Aha, bir dənə qalxsa oradan Davud dayı. Baxırıq. İnjektor motordur, akkumulatoru yeni. Belə çəkdim, göstərdim. Davud dayımız da məlumatları qeyd elədi. Nömrə də üstündə qalacaq. Maşın sahibi məlumatları qeyd elədi. Mən də təkrarladım. Sizə də bu 04 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu 04 haqqında. YouTube izləyicilər 99 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında bir dənə 99 çəkib göstərəcəm. Maşın yəni pis maşın deyil həqiqətən. Üstü başı salamat. Amma qısa bir məlumat da maşın sahibindən alacağıq. Yaxınlaşaq maşın sahibinə. Salam əleykum ağsaqqal, bazar olsun. Sağ ol qardaş. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 98. 98. Motor, karovka, xadovoy sistemi. Xadovoy normaldir. Yağ yemir, atması yox. Aha. Ekran Ekranı əldəyimdir. əldə. Sizdə olarkən udarı, vuruğu. Yox, 4 aydır məndə. 4 aydır. Heç bir vuruğu udarı yoxdur. Aha. Kraskaları göz qabağındadır. Sizdə olarkən kraskalanıb, yoxsa Yox, yox, sizdən məndə əvvəlki var. Məndə riyasində əvvəlki. kraskalanıb. Siz bu vəziyyətdə Bu almısınız. vəziyyətdə almışam maşın. Hindi pula ehtiyac olduğu üçün Pula satırsınız. ehtiyacım. Bəli. Qiyməti nədir? 4700. 4700 sondur yoxsa Sonda. son? Bəlkə bir cüzi endirim eləmək olar. Real Kiçik alıcı olarsa bir cüzi, yüngül bir endirim olar. Telefon nömrəsi işte. 050 Aha. 648 58 90. 050 648 58 90. Dayımızın adı nədir? Alxa. Alxan dayımız. Göyçayda baxmaq mümkündür? Baxmaq Mümkündür. Kötü olur. Bildim. Barter hansısa maşınla. Yoxsa pula ehtiyac var. Pula ehtiyac var. Yəni Amma bir ucuz maşınla üstündə pul almaq şərti ilə barter olar da. olar. Bir 2000'lik, 2200'lük belə bir maşınla üstündə pul almaq şərti ilə barter mümkün olar. 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 Nömrənin üstündə qalacaq Alxan əmin. Maşın nömrəsi üstündə qalacaq, qəşəng nömrəsi var. Qəşəng nömrəsi var, üstündə qalacaq. Deməli Alxan əmimizdən məlumat aldıq. 98-ci ilin 99-udur. Qəşəng nömrəsi var həqiqətən. Motor, karovka, xadovoy sistemi əla vəziyyətdədir. Alxan əmi gözəl, yəni dedi ki, məndə olarkən yox, məndən əvvəlki sahibində maşın kraskalanıb. Amma məndə olarkən maşında udar, vuruq, dəyişilən, deyilən bir şey olmayıb. Ekrana əl vurulmayıb. Sadə şitli gördüyünüz kimi. Aha. Sadə şitli. Yox, var. O açıqdır. Açıqdır. Nömrə üstündə qalacaq. 10199 nömrə üstündə qalacaq. Deməli, baxırıq. Belə yəni üzlənib, eləyib. Maşın problemsiz. Maşında alt üstə markada, ay maşallah. 2, 4, 6 kolonka var arkada. Yəni audio sistemi də öz yerində. Baxırıq. Piyaner, magintolası, ön şüşələr, podyomnik, motor problemsiz. Alxan əmimiz deyir ki, yağ yeməyi falan yoxdur. Belə çəkdik, göstərdik. Alxan əmdə məlumatlar qeyd elədi. Mən də təkrarladım. Sizə də bu 99 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu 99 haqq. YouTube izləyiciləri 07 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Ağ Rəhtivar 17 markalı avtomobilin çəkisini eləyəcəm. Amma bir qısa məlumat alacağıq maşın sahibindən. Salam əleykum. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. 2008-də heç bir problemi yoxdur. Dəyişəni də sol kreldir. Bir dənə sol krel. Diferində səsi falan. Heç bir Motorda problem. yağ yeməyi, karovkada atmağı Heç yoxdur. Qiyməti nədir? Qiyməti 6200 real alıcına razılaşma. Razılaşma olacaq. Telefon nömrəsi deyəcəksin. 050 Aha. 421 0446 050 421 0446. Maşın sahibinin adı Şərbət. Şərbət. Maşına harda baxmaq olar? Ağüstü. Ağsu əhalisine buradan atəşli salamlar. Hansısa maşınla barter maraqlıdır, yoxsa nağd pula ehtiyac var?
belə barterdə çox gedilmir. Aha. Yoxsa nağd pul olsa daha yox. Nağd pul olsa daha yaxşı olar. Deməli maşın sahibi Şərbət qardaşdan məlumat aldıq. İndi isə mən deyim. İl 2008. Motor, korobka, xadavoy sistemi əla vəziyyətdədir. Bir dənə dəyişəni sol kreldir. Aleyküm salam. Artıq maşına baxaq. 2008-dir da. Qiyməti. 6200-ə deyilib. Real alıcıya endirim olunacaq. Arkada 4 kolonkası var. Pioneer. Pioneer kolonka. Magintola yerində. Belə bir dənə ön tərəfdən çəkiş eləyəcəm. Pult sistemi işlək vəziyyətdədir. Pult sistemi var, işlək vəziyyətdədir. Baxırıq. Görürsüz, işlək vəziyyətdədir. Gördünüz? Baxırıq. Deməli, baxın, belə vəziyyətdədir, yağlanıb. Yük yeri nömrə üstündə qalır. 90-la nömrə üstündə qalır. Momo ayaqaltılar, Lada gördüyünüz kimi. Momo pedallar, Lada ayaqaltılar üzü istəyirəm. Buranı, aha, buradadır. Bir dənə, bunu buradan belə, aha, qaldır oranı. Qaldırım. Deməli, injektor motordur, yağ yeməyi falan yoxdur. Akkumulatoru yaxşı. Belə çəkdim, göstərdim. Maşın sahibi məlumatları qeyd elədi. Mən də təkrarladım. Bir daha qeyd edirəm. İl 2008. Motor, korobka, xadavoy sistemi əla. Difirdə səsi yoxdur. Dəyişən bir dənə sol krel qabaq. 6200 start qiyməti. Real alıcı endirim olunacaq. Sizə maraqlı gələrsə bu 07. Şərbət qardaşın nömrəsi qeyd olundu. O nömrəyə zəng verərək həm bu maşına yaxından gəlib baxa bilərsiniz, həm də daha ətraflı məlumat ala bilərsiniz. YouTube izləyiciləri 06 həvəskarları. Sizə bir dənə ucuz maşın çəkib göstərəcəm. Həm qiyməti şirindir, həm maşın özü şirindir. Amma babamızdan bir məlumat alacaq. Baba, bir daha salam əleykum. Bazar olsun. Məlumatı mən deyim, sən deyirsən. İli 1982. 82. Motor noluş motor. Nə olur? Yağ yemir. Yox. Karovka 4. 60. 60. Difirdə səs yox. Yoxdur. Bir dənə sol tərəfdə palosun paçimliyində səs var. Səs var. O da yəni istəsən belə düzəltdirib də verə bilərsən, amma qiymətdən də çıxmaq olar. O da olar. Qiymət demiş, qiymət nədir? 2 həftə bundan qabaq 2100 manat qiymət olur. Bugünkü günü 1900 manat. 1900 ay maşallah, iPhone-dan da ucuz. Valla 1900 manata cəmaət telefon alır. 1900 manata 4 dənə təkəri, normal təkəri, motoru yağ yeməyən, karovkası atmayan, difirində səsi olmayan il 8206 təklif olundu 1900 manata. Telefon nömrəsi 051 354 44 69. Maşın sahibinin adı İntiqam babamız. İkram əmi, İntiqam baba. Bir yaxda İntiqam baba dedim, babamız da gəlir. Demir ki, mənim adım İkram əmi deyil. Yadımdan çıxıb. Maşına Göyçayda baxmaq mümkündür. Barter olar. Öz dəyər qiymətində də olar. 011 ilə olar. 011 ilə olar. Özünə yəni ağsaqqalını sürməyə istəyir. 06 deyir sürə bilmirəm, 011 sürmək istəyirəm. Deyək ki, Mənə ot daşımaq lazım. hə, o kənd yerində heyvanlara ot daşımaq. Təsərrüfatla. Bəli. Deməli bir daha qeyd edir. İkram əmmimiz dedi. Mən də qeyd eləyirəm. İli 82. Motor 03 yağ yemir. Karovkası atmır. Difirdə səsi yoxdur. Bir dənə sol arxa palosun paçemni səs edir. Belə yəni istəsiz qiymətdə endirim oluna bilər. İstəsiz yəni düzəltdirilib verilə də bilər. 1900 sondur İkram əmi. Cüzi bir endirim eləmək olar. Şirinlik olacaq. Şirinlik olacaq da orada. Maşının qiyməti də şirin. Yenə yəni İkram əmmimiz deyir ki, bu qapı bağlıdır, onu qoyaq qırağa. Deməli, baxırıq, baxın. Salon normal vəziyyətdədir. Gəldik yük yerinə, baxırıq. Ot daşıyıram. Bəli, bəli, kənd yeri ot daşınır, baxın. Deyə bilərsiniz. Çürükdən, çarıqdan söhbət gedə bilməz. Yoxdur. Yoxdur. Çürükdən, çarıqdan söhbət gedə bilməz. Belə yüngül kraskaya ehtiyacı ola bilər. Amma yəni bu vəziyyətdə İkram əmmimiz sürürsə, deməli biz də sürə bilərik. Alan şəxslər alıb sürə bilər. Belə çəkdik, göstərdik. Sizə də bu maşın maraqlı. Gələrsən maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Nömrə üstündə qalacaq. TikTok səhifəmin izləyiciləri. 07 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında albalı rəngindən Vaz 07 markalı avtomobilin çəkişini eləyəcəm. Tünd albalı deyək. Bardovur da belə deyək.
Bu maşını mən kənardan gəldim. Hadisə belə 2005, 2006, 2004 belə yəni oxşatdım o ilə. Amma maşın sahibi mənim maşının elindədir. Özü də yanımdadır. Salam əleykum qardaş. Bazar olsun. Sağ ol. Məlumat ver. Maşının ili neçənci ildir? 1999-cu il istehsalıdır. Dekabrın 30 günü maşın istehsalı. Ay maşa daha 2000'dir da. 2000-ci il istehsal deyək də buna. Motoru, karovkası, xadavoy sistemi. Motorun oluşdu, karovka 5'ti. Atmağı yoxdur karovkada. Heç. Motorda yağ yeməyi yoxdur. Heç Difirində səsi var? yok. Yoxdur. Difirdə şeydir 06'dır. 06 difiridir. Qiyməti nədir? 5200. 5200 sondur, yoxsa endirim olunacaq? Gelen olsa, Cüzi real bir- alıcı olan olsa. Endirim olunacaq. Telefon nömrə eşidək. 077 Aha. 737 32 31. 077 737 32 31 adın Süleyman. Süleyman. Maşına harda baxmaq olar? İsmail'den. İsmaillə hasına buradan atəşli salamlar. Süleyman hansı maşınla barterə gedərsən? Xeyr. Naqla ehtiyac var. Bəli. Nömrə üstündə qalır. Bəli. Nömrə üstündə qalır. Deməli Süleyman qardaşdan məlumat aldı. İli 99. Motor, karovka, xadavoy sistemi əla, difirdə səs yox. Motor yağ yemir. Karovka atmır. Xadavoy sistemi əla. Təkərlər mən biləni qabaq təkərlər Süleyman təzədir. Yoxsa 4-ü də təzə? Ha? 4-ü də təzə təkərdir. Kosmetik şeyə ehtiyacı yoxdur. Salon səliqəli. 4 kolonka arxada. Belə göstərə bilərəm, yəni kolonkanı göstərə bilərəm sizə. Ön şüşələr podyomnikdir. Yəni Süleyman qardaş maşına baxıb. Baxırıq. Yük yeri səliqəli. Baxın, səliqəli vəziyyətdədir. Və gəldik sürücü tərəfdən salona. Fiat Rul. Aha, bura qalxıb. Oturacaqlarda sökük falan yoxdur. Motor, karbürator motordur. Əla vəziyyətdədir. Akkumulatoru yeni. Belə çəkdik, göstərdik. Həm Süleyman qardaş məlumatları qeyd elədi, həm də mən də təkrarladım. Sizə də bu 07 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi 077 737 32 31 nömrəsinə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Nömrə bu arada üstündə qalacaq.